بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین و اللعن الدائم علی اعدائهم اجمعین الی قیام یوم الدین. Söhbətimiz İslam tarixinin haqqında gəldi, buraya çatdı ki, İslam Peyğəmbəri öz dostları ilə və ona iman gətirənlərlə, Xədicə salamullah əleyha, Əbu Talib və başqa müsəlmanlar ki, mühasirə iqtisadidə qərar tapdılar, Qureyşin sərkərdələri bu fikrə düşdülər ki, onları təzyiqdə qərar verərlər iqtisadi cəhətdən və bu haqda bütün qəbilələrin sərkərdələri, böyükləri və rəhbərləri yığışdılar bir yerə, bir dənə əhd və peyman bağladılar, bir məktub yazdılar və o məktubun sözlərini, söhbətlərini, yazılarını hamısı qol çəkdi, təyid elədi ki, bundan bu yana hamımız bu məktubun, əhd-ü peymanın sözlərini əməl eləməliyik. O da ibarət idi bundan ki, bundan bu yana biz daha heç bir icazə verməyəcəyik bir nəfərə ki, Bəni Haşimlə irtibat bağlaya, get-gəl eləyə, bir şey ala, bir şey sata, nə qız verə, nə qız ala, hər cəhətdən əlaqə gərək qət ola. Odur ki, bu işi gördülər. Və bu işin nəticəsi bu oldu ki, müsəlmanlar 3 ilin müddətində Məkkədən bayırda, xaricdə, kənarda, Şeyb-i Əbi Talibdə ki, ibarət edir bir dənə bir dərrədən, o dərənin içində, demək olar 2 dənə dağın arasında bir belənçi bir məntəqədə 3 ilin müddətində Məkkə xalqından, bütpərəstlərdən kənarda, Qureyşdən kənarda olan bir halda yaşadılar. Ta 3 il qurtuldu. 3 ilin axırında demək olar Xədicə salamullah əleyhanın var dövlətin malı, Peyğəmbərimizin malı, varı, pulu, imkanatı, iqtisadi başa çatdı, qurtuldu. Odur ki, çox çətin bir vəziyyətdə idilər. Allah gərək özü bunlara kömək eləyəydi. Odur ki, Allah Taala Peyğəmbərə belə bir xəbər yetirdi. Ey mənim rəsulum, o əhd-ü peymani ki, bunlar bağlamışdılar və onun altına hamı Qureyşin rəhbərləri hamısı o məktubu, o qərardadı hamısı ona qol çəkmişdi. O qərardadı güvə yiyibdi, ondan heç bir əsər yoxdur. Sən get onlara sual ver, decinən, ey Qureyşin rəhbərləri, ey bütpərəstlər, siz hansı məktubun əsasında bizə bir bilən əziyyət elisiz? Sənədiyiz bu məsələyə nədir? Dəliliyiz nədir? Əsasıyız nədir? Hansı məktubun əsasında siz bizi öz evimizdən, eşiyimizdən, həyətimizdən eşiyə ötürübsüz, öz şəhrimizdən bizi eşiyə ötürübsüz, biz çöllərdə, dərələrdə, təpələrdə qalmışıq, indi bu vəziyyətdəyik. Odur ki, Peyğəmbər bu xəbəri onlara çatdırdı, xəbər gedib Qureyşin rəhbərlərinin qulağına çatdı ki, Peyğəmbər sizə sual verir, sizdən istəyir, sizin subutuyuz, dəliliyiz bu mühasirə iqtisadiyə nədir? Dedilər, bizim subutumuz bu mühasirə iqtisadiyə həman məktubdur ki, hamımız ona qol çəkmişik. Onu haraya qoyubsuz? Onu qoymuşuq Kəbənin duvarına, filan yerə, filan yerdə onu qorumuşuq ki, o əmanda qala. O bizim subutumuzdur bu işə. Peyğəmbər buyurdu, xeyr, belə bir məktubdan xəbər yoxdur. Odur ki, getdilər o yerə ki, o məktubu qoymuşdular, gördülər, bəli, məktubun qıraqları, kənarı bu cür qalıb, amma o yazılar və o
yerə ki bunlar qol çəkmişdilər, onlardan daha bir əsər yoxdur. Gördülər ki, bəli, güvə gəlib o məktubu və o sənədin hamısını yiyib aradan aparıbdır. Heç bir əsər qoldan yoxdur. Daha haraya qol çəkiblər? Hanı yazılar, hanı sözlər, hanı söhbətlər? Baxdılar, bəli, orada Peyğəmbərin həqiqətinə doğrudan da inandılar və bildilər ki, bu iş səhv bir işdir. Gərək bu işdən əl götürələr. Odur ki, Peyğəmbərin bu sözü onlarda təsir elədi. Daha istəmədilər bundan artıq. Çünki daha sənəd yox idi əllərində. Hansı sənəd? Sənədi güvə yiyib və Peyğəmbər qeybidən onlara xəbər verdi ki, sənədi güvə yiyib. Getdilər, gördülər ki, bəli, doğrudan da elə belədir. Peyğəmbər deyən kimin Allahın izni ilə, Allahın əmri ilə o sənədi, o məktubu güvə yiyibdir. O idi ki, 3 ildən sonra Peyğəmbərin bu dəlilindən, söhbətindən sonra mühasirə iqtisadidən əl götürdülər. Ondan sonra Peyğəmbər, Əbu Talib, Xədicə salamullahi aleyha və başqa müsəlmanlar ki, orada yaşayırdılar, öz həyatlarına, öz yerlərinə, öz vətənlərinə, öz torpaqlarına və qovlu məruf deyərlər, qayıtdılar. Amma qayıdandan sonra demək olar təqribən bir ay, şayət mümkündür az, çox, bir ay hududunda keçmirdi bu müsəlmanların Məkkəyə qayıtmasından. Peyğəmbər az fasilədə, yəni hududu bir ay olardı ki, qayıtmışdılar Məkkəyə və xoşhalıdılar, sevinirdilər ki, dözdülər, dayandılar və axırda öz İslamlarını, imanlarını əldən vermədilər. Yenə qayıtdılar öz evlərinə, eşiklərinə, öz damdaşlarına. Amma qayıdandan sonra hududan bir ay geçirdi bu mühasirə iqtisadinin üstündən ki, qayıdandan sonra 5-6 günün müddətində Peyğəmbər 2 dənə böyük, hörmətli, öz demək olar köməkçisini, himayətçisini əldən verdi. O hamilər və o köməkçilər ki, doğrudan böyük bir qudrət və qüvvəti qəlb idilər Peyğəmbərə. Onlar kim idi? Ki, dünyadan getdilər az fasilənin müddətində. O iki böyük bir şəxsiyyət ibarət idir Xədicə salamullahi aleyhadan və Əbu Talib aleyhissalamdan. Yəni Xədicə və Əbu Talib mühasirə iqtisadidən çıxandan sonra elə ki, qayıtdılar Məkkəyə bir aydan sonra bu ikisi 2-3 gün fasilə ilə hər ikisi həyatlarını dəyişdilər. Öz canlarını yaradan, can verən Allaha təqdim elədilər. Bəli, Peyğəmbər doğrudan da Bi'sətin 10-unda elə bir müdafiəçisini, elə bir köməkçisini, elə bir şəxsiyyəti əldən verdi ki, Peyğəmbər 8 yaşından demək olar ta 50 yaşına qədər Peyğəmbərə xidmət elədi. Peyğəmbər 8 yaşından ta evlənənə qədər Əbu Talibin evində idi. Onu hər cəhətdən qoruyurdu, hər cəhətdən ondan himayət edirdi. Onun ehtiyacatını, xörəyini, lazım olan bir əşyasını ona təqdim edirdi, onu hifz edirdi hər cəhətdən. Və habelə evlənəndən də sonra Peyğəmbərin xidmətində idi Əbu Talib. Əbu Talib salamullahi aleyh
42 il Peyğəmbərimizin kənarında qərar tapdı. Gecə günüz onun başına fırlanırdı ki, mabada Peyğəmbərə bir sədmə-i varid ola. Hazır olardı ki, sədmə düşman tərəfindən Əbu Talibin canına, malına varid ola. Sədmə ona dəyə, amma Peyğəmbərə bir sədmə dəyməyə. Doğrudan da ürəkdən, dildə, ürəkdə, canı ilə, malı ilə Peyğəmbəri sevirdi. Siz mülahizə edirsiniz, görürsünüz ki, Peyğəmbər müasir iqtisadidən sonra Beysətin onunda necə gözəl, qudrətli, qüvvətli və çox böyük bir insanları əldən verdi ki, doğrudan Peyğəmbərin sağ və sol əli deyə bildik ki, onlar sayılırdı. Hər halda Peyğəmbər Beysətin onunda bu iki böyük bir şəxsiyyəti əldən verdi. Böyük bir musibətə duçar oldu. Odur ki, Allah Peyğəmbərə əmr elədi. Ey Peyğəmbər, Beysətin onunu ki, o ildə mühasirə iqtisadidən sonra, 3 ildən sonra, 3 il mühasirə iqtisadidən sonra ki, bu ikisi rehlət elədi və dünyadan getdilər. Allah Peyğəmbərə əmr elədi, bu ili Amul Huzn qərar ver. Bu ilin adını Amul Huzn qoycunan, yəni hüzn ili, qəm-i qussə ili. Doğrudan da bu musibət çox böyük bir musibət idir. İslam aləmində, xüsusən İslam Peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmə. Hər halda bu iki şəxsiyyət dünyadan gedəndən sonra düşmənlər ehsas elədilər ki, daha bundan bu yana rahat Peyğəmbərə əl tapa bilərlər. Hər cür ürəkləri istəsə Peyğəmbərə əziyyət eləyərlər. Elə o cürdə oldu. Yəni demək olar, əziyyətləri neçə qat artdı. Artıq əziyyətlərin fikrində oldular. Peyğəmbərə o qədər əziyyət elədilər ondan sonra ki, daha Peyğəmbər gördü, Məkkədə qalmaqlığı bundan artıq daha səlah deyil. Çün Məkkədə qalsa da daha təbliğat eləyə bilmir. Peyğəmbərin vəzifəsidir ki, İslamı təbliğ eləyə, başqa bir insanları İslama sarı dəvət eləyə. Amma Xədicə və Əbu Talib dünyadan gedəndən sonra düşmənin təsəllutu Peyğəmbərə artıq artdı. Və odur ki, çox bu qəziyyəyə görə narahat oldu və eləyə bilmədi ki, daha bundan bu yana öz təbliğatına Məkkə mühitində davam verəm. Peyğəmbər bu fikrə gəldi ki, mənə lazımdır Məkkəni tərk eləyib başqa bir torpağa, başqa bir şəhrə, məntəqəyə gedəm, bəlkə eləyə biləm orada bir payəgahi, bir yeri, bir yaxşı bir vəziyyəti orada təşkil eləyəm və İslamı başqa bir məntəqədə təbliğ eləyəm. Odur ki, Peyğəmbər 2 dənə əsasi bir iş gördü və 2 dənə gözəl bir fikrə düşdü, bir fikr elədi. O işlərin birisi buydu ki, istədi ildə fəqət həcc əyyamında İslamı həccə gələn bir insanlara təbliğ eləyə. Həcc ayında cəmaat ki, başqa bir ölkələrdən, yerlərdən, məntəqələrdən, şəhərlərdən, kətlərdən ki, durub gəlirdilər Məkkəyə, Peyğəmbər təsmim tutdu ki, İslamı elənçi bir ayda ki, cəmaatın Məkkəyə yığışmaq vaxtıdır, gələ onların içində qərar tapa və İslamı təbliğ eləyə. Və bundan başqa ayrı bir fikrə də düşdü və o da ibarət idi bundan ki, Beysətin 10-unda Şəvval ayında təsmim tutdu. Zeyd ibn Haris
və Ali ibn Əbi Talib ilə bahamlıqda, birlikdə duralar, Məkkəni tərk eləyib bir başqa məntəqəyə Taif adında hərəkət edələr və gedələr İslamı Taifdə cəmaata, xalqa, bütpərəstlərə təbliğ eləyələr. Peyğəmbər o cür bir şəraitdə təsmim tutdu, Məkkəni tərk eləyib Taifə sarı hərəkət eləyə və Taif cəmaatını İslam'a dəvət eləyə. Peyğəmbər getdi, Ali ibn Əbi Talib ilə və Zeyd ibn Haris ilə özlərini çatdırdılar Taifə. Taifdə o cəmaatın sərkərdələrini, böyüklərini dəvət elədilər, onlarla iclas qurdular, söhbət elədilər və onlardan istədilər ki, İslam'a sarı gələlər və İslamı onlara və onların cavanlarına, uşaqlarına, ailələrinə təbliğ edələr. Amma hududən demək olar bir 10 gün hududunda Peyğəmbər Taifdə qaldı. Cəmaat İslam'a dəvət elədi. O məntəqənin sərkərdələrini, rəhbərlərini İslam'a dəvət elədi. Amma nə onların sərkərdələrinin tərəfindən və nə cavanlarının tərəfindən heç kəs Peyğəmbərə sarı gəlmədi. Peyğəmbərin bu nurani sözləri onların daş ürəklərində əsər qoymadı. Nə fəqət Peyğəmbərin sözlərini qəbul etmədilər, bəlkə o az müddətdə ki Peyğəmbər Taifdə huzur tapmışdı, huzuru var idi, Peyğəmbəri Həzrəti Ali əleyhissalamı daşladılar və çoxlu əziyyətlər elədilər və Peyğəmbər ondan artıq daha eləyə bilmədi, Taifdə də qala. Hər halda Peyğəmbər 10 gün iqamətdən sonra yenə də Məkkəyə qayıtdı və başqa bir təsmimlər tutdu. Peyğəmbəri, İslam Peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm demək olar Beysətin 11-də, Beysətin 10-unun axırlarında və Beysətin 11-də və 12-sinə yaxın hududda çox çətin bir vəziyyətdə qərar tapmışdı. Bir halda ki, düşmənlər hər tərəfdən Peyğəmbəri təhdid edirdilər və elə bir vəziyyət ağır idi ki, heç ayda Peyğəmbər eləyə bilmirdi təbliğ eləyə. Ancaq Peyğəmbərin təbliği münhəsir olmuşdu. Fəqət həcc günlərinə, həcc ayına ki, o ayda az çox eləyə bilirdi, İslamı cəmaata çatdıra və İslama dəvət eləyə. Burada bir mətləb var və bu mətləbin vaqiyyəti də var. O ibarətdir bundan ki, Peyğəmbərimiz Beysətin demək olar 10'unda idi. Beysətin 10'unun axırlarında idi və 11'i Beysətin də əvvəllərində demək olar. Bu hududda Peyğəmbər ən böyük və əhəmiyyətli bir səfəri yerinə gətirdi. Və o səfərin adı ibarətdir Mi'rac səfərindən. Peyğəmbər Mi'rac səfərinə özünü hazırladı Allahın əmri ilə. Amma Peyğəmbər nə cür Mi'raca getdi? Kimin əmri ilə və kimin hökmü ilə? Hardan başlayıb və harda qurtardı? Qıssa formada, qıssa halətdə bunu sizin xidmətinizə mən ərz eləyim. Peyğəmbərin səfəri, Mi'racı demək olar gecə vaxtı yerinə gətiriləndi. Gecə vaxtı Peyğəmbər Mi'racı başladı. Öz bacısı Ümmü Haninin evindən, Məkkə şəhərindən, Ümmü Haninin evindən ki, demək olar elə Məscidül Haramın yaxınlığında və yanındaydı, oradan başlandı. Hər halda belə biz deyə bilirik, Quran da bu nüktəyə, bu məsələyə sərahətən nəzərini
veribdir və Qur'anın da peyamı sözü Peyğəmbərimizin miracında bu cürdür ki, buyurur Allah Taala Peyğəmbərin miracının şəraitini yaratdı. Gecə vaxtı məsciddən, Məscidül Haramdan Ümmü Hani'nin evindən hərəkət edib Məscidül Əqsada yerə gəldi. İnşallah bu söhbətin ardını, davamını gələn cələsədə mən kamil elərəm və artıq söhbəti sizin xidmətinizə təqdim elərəm. Sizi hörmətli eşidənləri böyük Allaha tapşırıram. Allah bizi dünya və axirətdə Muhammed və Ali Muhammeddən kənara salmasın. Allah bizi aqibət əmrimizi xətmi bi xeyr eləsin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.